Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ile Bir Dəfə Hollywood'da serialı başladı. Ponçik hara gedirik Ponçik? Tələsmə, burada plakenli birin koy. Ay sağ ol, birinde. Ay sağ ol, düştün. Gedək. Açım. Hələ yox, hələ yox, hələ yox. Hələ biraz gedək. Ponçik açım. Diyan. Ne bileyim istiyorsan aç. Açım. Ponçik bu ne? Benim telefon. Bağışla, orada oldum bırak. Bağışla biraz böyle balaca hediye oldu ama tabii gücüm muat attı da. Maraton mu eləyən? Böyük kiçik olmur. Elə burada hava yoxdur. Gül kimi hava var, gül kimi hava var. Eləmə. Onda mənim boğan qeyrət boğulması deyə bu nəsə mənə belə gəlir. Ha, mənə bax ha. Ay, mənim bacım gedib əti qonşuda çəkdirir ki, sən təzə bir ət maşını alıb özü xərcə sarmayasan. Sən mənə maşın hədiyyə eləyirsən ha? Ha, Sona sən doğma bacındır. Hə. Sofya da sən Levi bacındır ha. Ay yox, yox. Ay köynəyimin qabağını aç. Ay köynəyimin qabağını aç. Hadi ya. Bu qeyrət boğulması de bu nəsə başqa şey. Ay yox, Məncələ 100. Ay yox, abi. 100. Qeyrət ödənə Ay. müvəqqəti şeydə səbirli olsun. Danışacam nə olub, nə söhbətdir. Onda get müvəqqəti xoşbəxt ola bilərsən. Baxın qızlar, baxa bilərsiniz, narahat olmayın. Əl vurun maşına, problem yoxdur. Mən elə adam deyirəm. Sağ olun. Çok sağ olun. Sağ olun. Sağ olun. Ponçik hayatım çok sağ ol. Çok qəşəngdir. Salamünaleyküm, axşamınız xeyir. Sofiya xanım kimdir? Nə lazımdır, buyur. Gül göndəriblər ya onun adına. Bir bura görüm. Kim göndərib bunu? Yəni kişi idi verdi oradan. Sağ olsun o kişi. Gələ. Bir dənə kişi göndərib, içində məktub da var. Oxu. Səni sevirəm. Nə yaxşı ki, sən mənim qızımsan. Qızımsan. Bir ata kimi səndən fəxr edirəm. Sən sevdiyin gülləri almışam, amma pulum çatmadı özüm ödəyim. Atamdır. Atva denən, özün çox xərcə salmasın, bu boyda da rasxod eləməsin. Yaşlı adamdır, nə əziyyət çəkir. Nə qədər Erman pulu? 100 versəz bəs eləyər. 100 bəssin. Hamı məndən 100 axır. Gələ, çox sağ ol. Xoşbəxtdir. Sağ ol. Mən atam alım, satmamış. Allah can sağlıq versin. Təfatı nədir, mən aldım, atan aldı. Mənim çox üzr istəyirəm. Partlatdı cəmaatın ürəyini.
Dünən fikir verdim. Namidarın otağına çay aparandan sonra 10 dəqiqəyə çıxdın. Xeyr ola. Namidar müəllim deyir ki, gözlə çayın dadına baxın. Bəyənməsəm apar dəyiş. 10 dəqiqəyə baxır da dadına, hə? Gündüz mən yazıq neyiniyim? Çay isti olur da, gözləyirəm soysun. Aynur, bax çox-çox üzr istəyirəm. Bu Namidar müəllim var ha. Ona üz verən kimi, Gündüz ayıb deyə. nə deyirəm? Deyirəm ona üz verən kimi aslarını da istəyir. Bilirsən nə var? Bundan sonra çayı aparıb qoyan kimi otağına həmən də çıx. Özün bilirsən ki, mən səni kişi cinsindən olan o süni intellektə də qısqanıram. Yaxşı, Gündüz, bəs dayı, mənim işim var. Saxlama mən burada. Gəl evi mindirək, xoş gəlmisən. Ağarsan, bütün günü yeyirsən, bütün günü ancaq çay Yox, yemək. çay içirdim, elə sən iç, bax, sənin qismətiniymiş. Oh, daddy, hello. Hello. Ayağım bir ömür bəs. Otur. Daddy, mənə nə almısan? Sən nə vaxt öz dilimizdə normal bütün cümlə qurarsan, onda sənə salacağam. Heç adalmam. Ay Namidar, cəmaət həsrət çəkir ki, uşağı ingiliscə danışsın. Sən uşağın ingiliscə danışır, deyirsən niyə danışırsan? Daddy, you're crazy. Crazy sənin dayıların da. Ay Namidar. Bu məktəbdə öyrəndiyi sözə bax, crazy. Elə bilir bilmirəm crazy nədir. Crazy. Ay Namidar, görürsən, uşaq evdə sıxılır. Deyirəm ki, bəlkə bir dənə balaca bağ evi tutasan bizi üçün bir aylıq yayda gedək, yayda qutarır, dincələk də, uşaq da baseyndə çimi beləsin. Sən elə danışsan ki, ev görsən bomba arasan da, uşaqları bir dənə sən çox istəyirsən, mən ümumiyyətlə çox istəmirəm. Mən də istəyirəm də, prosta bu il qiymətlər qalxıb da, hər yer ot tutub yanır. Mən hara aparım olar? Əvvəl xaricə çıxabilir, indi xarici ot tutub yanır. Ay Namidar, demirəm ki, xaricə gedək. Deyirəm kirayə tutaq da, balaca bir dənə bağ tutaq, baseyn olsun. Ev yoxdur, baseyn olmasa da çərhöz olsun. Uşaqlar çərhözdə çimsinlər. 1000 manata, 1500 zada var da elə bağlar. Var o qiymətə çərhöz olan bağ, 1000-1500. Hə, mən o gün telefonda görmüşəm. Taparam telefonda. Sən yaxşı şeyi də adama elə deyirsən. Elə bir kimsə təzə ölüb, sən də onun üstündə xırda-xırda ağlayırsan. Az bomba kimi təklif edirsən də bir ürəklə de bunu. Tap. Taxırda. Tap 1000-1500 gedər. Hə. Güldar da çox qaldı rayonda nənəsi Güldar. Bir çavandara denən, batsın sağ olsun da, tədin o qədər qalmaq olmazaq. Ya. Ha, çavandar! Kolyo sistərdən Avtoban Vik burada olsun ha. Eşdin ha? Nə, Bambit? Az İngilizcə danışıram ey uşaqla. Onların təhsilinə mən baxmasam, sənin hesab olası onlar kör olarlar. Neyim, ya kumadır, İngilis dil mən İngilis dil hara, mən hara. Ha, özüdür ki var, liftə tutmurdu. Hə, Namidar. Valla bir ay, nə tez oldu bir ay. Yaxşı, narahat olmayın, həll edib göndərəcəm. Yaxşı. Nə olub, nə məsələdir? Yenə kim sıxır səni? Yenə deyəndə ki, mən birdən ki, kimsə sıxıb ki. Evdə arvad. O, heç nədir. Başqa kim sıxıb? İşdə Sofiya xanım. Heç nədir. Qulaq as. Hə. Tələb açarı, gedir o veriləndə. Kassadan nə qədər pul var, yığ gətirəmsin bura, yaxşı? Mənim işim çıxdı, mən bir həftəyə Antalyaya gedəcəm. Mən qalxıram indi ortağa. Orada, burada nəzarəti sənə tapşırıram. Ay, yox, Sofiya xanım eləsində nəzarət. Mən Antalyaya üzməyə tək gedmirəm, mənə kimsə öyrətməlidir üzməyi. Nə deyirəm onu elə də? Hə, gedir o veriləndə mən qalxdım yuxarı. Başa düşdüm. Mən bunu necə sürüm, hə? Açıqla bax, biləm.
Əsas ver sürüb də. Tamam ki bu. Ha, yo, yo, risk eləmirəm, ver bura. Hə, bu uşaqlıq eləmə. Dəhirdir də nə? Uşaqlıq eləmə deyəndə, bu sözlə deyəndə bir gülbəyə tutur. Uşaq bu oydasın. Ha, sən mənlə zarafat eləmə. Cavab ver. Ez otur. Ay mütəllim, Ha. buna bax. Sən yadındadır o maşınlarda sidenyanın üstə padışkalar qoyurdular. Yadındadır o. Yox, Toç o padışka yoxsuysan. bilməmişəm mənlə zarafat eləmə. Sən bu saat sənin çadara gələr. Hirslənmədən zarafat edirlər. Buna bax. Bu Sofiyla mən gözlərim arasında bu nə qısaltı, bunlar deyəsən altdan nəsə iş görürlər. Necə yəni, nə məsələdir, necə yəni, nə məsələ, başa düşmədim. Nə görürlər nə məsələ də? Bunlar nəsə iş uğraşdırırlar ha. Nə var, uğraşdırırlar da, hatta niyə? Bu oyunda Hollywoodun çörəyin yeriyə biz onu. Mən də onu demək istəyirəm. Mən sənə ki, bu nə bilirsən onu mənə de. Bu bir yağlı tikədir ha. Elə bil ki, o ətbəyin arasına bir kalmasa qoyarsan ha. Deyirsən, mən elə eləyəcəm ki, sənə də o kalmasada bir tikə düşsün də mənə din nə var nə yox. Bura bax, mən heç kimin şəxsi məsələsinə qarışmıram və sənə də məsləhət görürəm. Heç bir işə qarışma. Yaxşı budur, sür gedək. Özə ehtiyatsan. Yaxşı. Mən burada Vurskiyə baxıram. Bu ay kabinetlər yaxşı işləyib. Ona görə istəyirəm bu ay maaşınızı Çox düzgün qərardır müdür. Əslində bu hamının maaş artımına ehtiyacı var. bir dənə səbirli olaq da, mən cümləni tuturum da. Kabinetlər yaxşı işləyiblər, ona görə istəyirəm maaşınızı bu ay elə eləyim ki, kəsməyim. Bu ay maaşınızı tam alacaqsınız. Tam alacaqsınız deyəndə mənim maaşımı kəsənin üzr istəyirəm, çox üzr istəyirəm. Üzr istəyirəm nədir? Canına dua edirəm ki, pul qazansın, maaşımızı kəsməsin. Elə eləyərsin. Namdar müəllim, yorğun görünürsüz. Amerikana gətirim. Olar. Ya Amerikan olar. Ümumiyyətlə, Aynur, sən bir şey deyim. Sən axır vaxtlar mənim gözümə yaxşı dəyirsən. Müəllim, əgər gözünüzü yorursa, deyərəm bir də otağa girməz. Elə çayı da özüm gətirərəm. Yormur, narahat eləmir. Öyle özü gətirir, mənə ləzzət eləyir. Narahat olmasın. Mən bu həftə Antalya'ya gedirəm. Ona görə obyektdən müğayət olun, öz işçilərinizə nəzarət edin. Da yiyib dağıtmayın da obyekti. Mən onsuz da diyetadayım. Hə, olsun. Sən ləzzət edirsən, nə biləm. Aydın oldu. Müdür, mən buradayım, narahat olmayın. Sən burada olmasan çox narahat olacaq, çox. Nədə yaxşı, hələ mən buradayım, sporlaşırsınız. Nəzarət edin obyektə. Baş. Yaxşı qız, sən də alçaq tərəf bax da özün. Gedək. Bunu elə eləyən çölə açılsın. Ay mütəllim, ay mütəllim, bu nədir? Bunlar hamısı təzə maşınlar. Bunu niyə bölmürsünüz ki belə? Bizə lazımdır orijinal detalları müştərilərə təşkil eləmək. Heç kim yəni əlboş getməsin də bizdə. Ay buna baxın, tam təzə maşınlar deyil hamısı. Hə. Bax sən. Mütəllim müəllim, buyurun, bu da kassada puldur. Hesabatı da sizin e-maillə göndərəcəm. Yaxşı, çox sağ olun. Siz də sağ olun. Mən özümə yemək sifariş verirəm. Sizə də nəsə deyim? Hə, yaxşı olardı. Nə? Bura bax, mərci necə seçin? Olar. Olar. Onda bir tam pors mərci mənim üçün, yarım pors da bunun üçün mərci. Vtaroy, kotlet püre gedər? Gedər. Onda belə elə. Bir tam kotlet püre mənim üçün, yarım pors da bunun üçün. İçməyə nə var? Ayran var. Ayran var. Orada bir bakal ayran mənə, armudu stəkanda da bunun üçün. Oldu, baş. Yaxşı. Oldu. Hə, sən niyə mənim əvəzimə hər şey yarım deyirsən?
Mən səninlə oturub içsəm, aşıdaram səni. Adam mən içəndə, sən boyda butulkada içsənəm, sən nə edəcəksən? Deməmişəm mənlə zarafat eləmə. Zarafat eləm, narahat olma. Bura bax, sənə bir şey soruşmaq istəyirəm. Mən de görüm, bu obyekt Namidarındır ya yox? Sənin üçün nə fərqi var? Fərqi böyükdür, niyə nə fərqi var? Sən hiss eləmirsən, məndə boğulma gedir. Görmürsən, mən boğuluram. Bir də bilim də, hara qədər üzüm ki, boğulmayım. Get işindən məsul ol, hər şeyə burnunu soxma. Ay, bura bax, ay, bitəlli. Ay, bitəlli. Birgəhdə tapmışam birini. Yaz bəri gəl. Mərdəkan necədir bəs? Orada torpaq bahadır. Ay Namidar, biz almırıq, kirayə götürürük. Bildim də bu Digahda, Məhəmmədidə yoxdur belə yerlər. Yanardağa yaxın. Var idi biri, hə, var idi. 1000 manata. Danış onu götürək də, gələn həftə gedək ora. Niyə bu həftə getmirik ki? Bu həftə mənə işdən göndərirlər Antalyaya. Gedəcəm bu poyzalı üçün pərdələr almalıyam, nə bilim, xrustal rumkalar almalıyam, süfrələr almalıyam suyun üstünə. Antalyada. Yine danışsan Antalya'dan ve hardan alacağım? Müəllim verəcəm, mən deyir, ged oradan al. Sən bilmirsən, bu nətər adamdır, tərz adam deyil bu. Keçən dəfə götürdü, balaca zalın administratorun çay dalayacam, bastı göndərdi Hindistana. O demək olar, yox gedmir, tullasın mən işdən bayrağı, deyib ged oradan al. Rüzurultu adam, sən elə belə bilirsən. Bu işləri, sən nə boyda adamdır o? Özü də gelmiş Hindistan'a, fillə yanbayan dururdu, fildən bir çıxan hündür idi özü. Gör nə boydadır bu. Hə, yaxşı da onda get gəl. Mən də behliyərəm də onu. Nəyə baxırıq, danış gedib qalarıq da. Neyir? Bu bizim Ferdi bəy gec gələr. Yox da, Allah verdi bəy gəldi. Salam xanım, xoş gəlmisiniz. Buyurun. Salam Allah verdi bəy. Yoldaşlar məni tanımaz, amma siz məni yaxşı tanıyarsınız. Daimi müştərilərə indirim yoxdur? Valla bizim restorana çox adam gəlir. Bilirsiniz də neçə kabinetimiz var. Hamı yadda qalmır. Nə kabinet? Mən daimi toy ilə müştəriyəm. Çox üzr istəyirəm. O necə olur? 5 ay bundan əvvəl mənim burada toyum oldu. 2 ay keçdi, boşandım. İndi ikinci toyum olacaq. Qiymətdə razılaşsaq, üçüncü toyumu da burada eləyərəm. Üzr istəyirəm, yəni bir növ adətkarda olmusunuz da, yoxsa bu başa düşmədim. Vərdiş yox, işdir. Mən bir növ buna biznes kimi də baxıram. Mən bir toy eləyə bilmirəm özümə, cəmaat üçüncü dəfə evlənir. Sən də bir dəqiqə deyən görüm də, orada burada da belə danışırsan, hamı elə bir həyatında heç kəs yoxdur. Tamam o zaman xanım. Buyurun keçək otağa, bir ortaq məxrəcə gələrik. Olar, keçək danışaq. Buyurun.
işdəyəm, işdə olmağına. Prosta istədiyim vaxt çıxa bilərəm də. Mən elə bil burada özüməm. Nə vaxt söz şey edə bilərəm. Prosta mən yığaram. Biz mehriban ailəyik, biz mehriban ailəyik. Gəlin dostlar deyək gülək. Biz mehriban ailəyik, biz... Biraz xaric çıxdıyız. Başa düşmədim. Ona deyəsən mən bacımı burada qoyub Antalya'ya başqa bir qızla gedirsən. Özündən söz çıxartma acıbıdır, acıbıdır. Nətər yəni ayıbdır? Mənim ürəyim partlayır bu dəqiqə. Mənim şəkərim qalxıb bu dəqiqə. Mən nətər bu haqq hesabları gedib bacıma deməyim? Hay? Buna o ürək dözər, şəkər dözər. Eşidirsən? Öldüm. Burnu bura gətir. Belə bala kardindir. Götür. İyilə də, yaxşı iyilə. Düzələcəksən indi. Biraz ürəyim deyəsən yerinə düşdü bir, amma şəkərim yenə öz yerindədir. Şəkərim yuxarıdır mənim. Şəkərə görə narahat olma. Şəkər barlı adamların xəstəliyidir. O olsun da boş şeydir, hamısında var da o da. Onda gedim havanı dəyişim demə. Dur, get hava dəyiş. Gəl şimdi. YouTube'da bax şəkərin dərbarı var orada, yaşlı adamlar. Qapın çöldən bağla. Salam Namidər mənim. Yetərsiz. Necəsiz? Yaxşı olur. Sizə şad xəbərim var. Qəşəng toy danışdıq. Beht almışıq. Nəcə üzr istəmədin əvvəlində? Üzr istəyirəm Namidər. Üzr istəyirəm. Nə qədərdir burada? 500. 500? 500 beh aldınız. Bir də qismətə var, bir dənə yerə pul verməliydim elə. Mən yedim o verim. Buralar deyərsən də yığışdırsınlar, yaxşı. Narahat ol, öz. Olur, hələlik. Gəl oğul, gəl. Nəsə bir təhərsən, nə olur? Nə bilim ata, qalmışam iki daşın arasında. Bilmirəm nə ağarım. İstəyirsən, daşlar və onların özəllikləri haqqında sənə məlumat verim. Qutar daş vaxtıdır. Vaxtında kişi ilə oturub normal dərdləşmədim. İndi süni intellektlə əlləşirəm. Haransa ağrıyır. Ağrımır, belə otururam, ürəyim əsir. Dururam, qaçıram həkimə ki, bax görməyə nə olur. Bir ürəyimdə problem yoxdur, salamatsa. Başa düşəmirəm, bu nədir belə? Ora vicdandır, oğul. Vicdanı da heç bir aparat yoxlaya bilməz. Vicdan bilirsən nədir? Vicdan var indi. Bu problemimi deyim, sən də qayıdıram, arvaçağı götürürəm, gedirəm Dicaqdakı bağda qalıram bir həftə. Mən qaldım yollardakı. Varlı olmaq da zülümdür, zülüm.
Ay can mənim uğur böcəgim. Bobik, mən maşını vurdum, Kişi maşınını piskinə qoymuşam. Yaxşı, özün salamatsan? Hə, Nə maşınla vurmusan? Nə maşındır? elə mənim öz maşınımdan. 2025-ci. Birə-bir ondandır. Hə, bu kim deyil gəl. Mesat gəllə, mesat gəllə. Verdin kreditini Hamidar, verdin. Afar zamanda təzə maşına xara verdi. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə Bir Dəfə Hollywoodda serialı bitdi.